Hamıya salam əzizlərim. Bugünkü mövzu nə olacaq? Əqrəblərə nifrət eləyirəm ya. Ya yox ya hə. Nəyə görə əqrəblər deyəcəm. Belə uzaqdan başlamaq istəyirəm. Mən maraqlıdır. Siz ümumiyyətlə güclərə falan inanırsınız. Yəni necə? Cavan kartofumuz. Allah hara batıram. Bu sweet chilidir burada. Yeni kartof deyirlər. Cavan kartof deyirəm. Rus dilində молодая kartoşka. Burada xiyar, pomidor, smetan salatı. Mənə dedilər ki, çox xahiş edirik, ətsiz başqa ümumiyyətlə nəsə çək də. Burada leçodur əzizlərim. Bəlkə vegetariandılar, bilmirəm, amma heç bir problem yoxdur. Mən ümumiyyətlə az da olsa əslində inanıram. Çünki buğaların tərsliyindən məncə yoxdur. O özümdən danışım da, o qədər tərsdilər ki, beyninə nəsə düşdüysə, bunu dəyişdirmək mümkün deyil. Buğalar buradadırsa mən salam. Məndə yaxınlarımdan ümumiyyətlə 2 dənə əqrəb var həyatımda. Papam əqrəb idi. Xasiyyəti çox çətin idi. Və nənəm. Nənəm də 44-cü ildəndə. Və belə dəhşət yola gedirik deyə bilmərəm, amma en azından nənəm olduğu üçün biraz başqa cürdür də. Onlar ağır gücdür mənə görə. Yəni çox ağır gücdülər. Nənəmlə söhbət gedmir, ümumiyyətlə tanışlarım, podruqalarım buğa olub, əqrəb olub. Və onlar bilirsiniz necə? Sənin həyatında ən ağır momentini götürürsən, həyatının ən ağır momentini onlara danışırsan. Və bir dəfə dalaşırsan, sən də yəni nəsə deyirsən, o da nəsə deyir. Amma həyatımın o çətin anını götürür həmən momentdə, dalaşan momentdə başından elə vurur ki, çox bərk sancırlar onlar. Mən şəxsən elə insan deyiləm, hamıya zimləməyədir. Mənim həyatımda tanıdığım əqrəblərdən söhbət gedir. Tanıdığım əqrəblərin də hamısı belə eləyib. Mən yeganə bilirəm ki, onlar dosta sadiq olurlar, belə elə, o heç. Amma belə momentləri mənə çox ağırdır. Ona görə mən onlarla yola gedə bilmirəm. Üstəlik də kişi cinsləri bildiyimə görə xəyanətkar olurlar. Ən azından mənim köhnə hərilim də əqrəb idi. Çox insana onun bürcünü soruşurdum. Bu leçodur əzizlərim. Bürcü əqrəb olub. Nədənsə məni həmişə deytə çağıran və məni bəyənənlər həmişə əqrəbdir. Anlamam.
Bu həyatımda nə olan bir şeydir. Həqiqətən. Olur ki, tanış olanda öyrənən kimi əqrəbdir, vəsə, mən sağ ol. Elə bir qəsdən ancaq əqrəb. Siz bəs həyatınızda belə bir şey görmüşdünüz ki, konkret sizdə təkrarlanır da, bilmirəm. 12 bürcü var, təsəvvür eləyin. Mənə yazan, date təklif edən əqrəblər. Bilmirəm, əslində mənə görə mən tanıdıqlarım heç biri belə ciddi xasiyyətli olmayıblar. Həqiqətən. Hamısının başında hava. Biraz yəni oğlanlarından söhbət gedir. Ailə qurma sifəti yoxdur elə bir onlarda. Və əminlə bürcülərdə qızlarla da o qədər yola getmirəm, qız bürcü. Nəyə görə? Əminlə oğlanlar təmizliyə, ideallığa çox bağlıdırlar. Xanımlarını da mənə görə ideallaşdırmağa çalışır. Belə xasiyyətləri belədir. Dəhşət pedantdılar da. Təmizkar, hər şey ideal. Bir dəfə, həyatımda bircə dəfə qızla date getmişəm, qız bürcü ilə. Solda 2 dənə telefon var idi, mənim telefonum idi. Biri belə durmuşdu, belə. Belə, əyri, yəni yan-yana durmamışdı. Bir dəfə date getdim, yəni. Bu axırıncı date idi. Təsəvvür edin. Durur. Onları birləşdirirdi bu telefonları belə. Kofe stakanı biraz belə durmuşdu, əyri. Onu düzəldirdi belə. Yəni hamısı bir dənə bucaqda bir-birinə baxmalıdır. Oo, dedim, bu nə da? Özü də fotoqraf idi, öz studiyası var idi. Dedim də hər şey ideallaşdırırlar. Dedim, əstağfurullah. No. Bu artıq dəlilikdir. Mənlik deyil. Özüm bu momentdə qaçmaq istəyirdim də oradan. 150 ilə elə də elədim. Yalandan dedim, işim var. Aradan çıxdım. Sonra dedi ki, yenə görüşək, dedim, yo, sağ ol. Goodbye. Mən nəsə görürdüm, nəsə nitodu. Bir date getmişəm cəmi. Hardasa 3 dəfə, 2 dəfə, yəni belə. 2019-cu ildən isə. İlişkin o. Ona görə bilmirəm, bəlkə mən belə mızmızam. Yəni, əqrəblərə görə mənə aşağıda yazın dəqiq. Hamı da belədir. Ya mən biraz... Uşaqlar, sizlə Nanul SMR idi. Çox sağ olun ki, məndən idiniz. Burada köhnə videolarımız olacaq. Ora basın, baxmamızsa dəqiq baxın. Burada loqom olacaq. Ora basıb takip ata bilərsiniz. Sabaha dək əzizlərim.